Odun tüstüsündə bişən maxara digərindən ən azı 4 dəfə daha dadlı olur, amma 20 dəfə daha əziyyətlidir. Bunu ocaq qalayanda yanında nə qədər eləyin bunun tüstüsündən qaça bilməz. Maxaranın hazırlanması həmişə kimi standartdır. Süddür, undur, yumurtadır, biraz da duz əlavə edib bunu qarışdırırsınız. Maxaranın məsaməli olmağı istəyənlər bir balaca su da əlavə edə bilər. Bunun qatılığını bax burada göstərdiyim kimi olmalıdır ki, sacın üstünə bu ideal şəkildə yayılsın. Maxaranın bişirəndə biz həmişə yalnız qoyun quyruğundan və kərə yağından istifadə edirik maxaranın sonunda yağlamaq üçün. Yağı da başdan üzərinə əridirik. Qoyun quyruğu ilə bütün sacı polnu yağlayandan sonra maxaranın üzərində gəzdiririk. Çömçədə istifadə edirik. Biz çoxları stəkandan və ya digər qablardan istifadə edə bilirlər. Hər iki tərəfin bişirməyi 2-3 dəqiqədən artıq vaxt aparmır. Bunu kənara götürən üzərini dərhal kərə yağına yağlayırıq. Hamısı maxaranın bir-bir yağlanandan sonra işimizi qutarırıq. Bir dənə də bunun yanında bizdə həmişə samavar çayı mütləq kimi olmalıdır. 10 dəqiqə samavarda qaynayandan sonra nənəyi tərəfdə həyətdə qəşəng bir dənə stol açırıq əncir ağacının altında payız mənzərəsində. Zaqatalda hər fəsil gözəldir, amma payız bir başqa gözəl olur. Maxaranın bəziləri pesokla, bəziləri balla, bəkməzlə yeyir, amma nə ilə yeyirsə yeyin, maxara çox ləzzətlidir. Nuş olsun hamınıza.